Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Mən Samirə Eminova. Bugün danışırıq Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsindən. Deməli, əziz müəllimlər, ABŞ psixoloqu olan Kohlberg Piaget'in zehni inkişaf mərhələlərini araşdıraraq tanış olur və onun əsasına görə mənəvi inkişaf nəzəriyyəsini irəli sürür. Mənəvi dəyərlərimiz, mənəvi dəyər deyəndə, baxın əziz müəllimlər, mənəvi dəyər bir həssas məsələdir, bir incə məsələdir. Hər bir insan mənəvi dəyərlə doğulmur. Əlbəttə ki, mənəvi dəyər onda sonradan formalaşır. Ailədə formalaşır, cəmiyyətdə formalaşır, məktəbdə formalaşır. Mənəvi dəyərlər bizim keçmişimiz, gələcəyimiz, dilimizə olan sevgi, ailəmizə olan sevgi, vətənimizə, bayrağımıza olan sevgi bizim dəyərlərimizdir. Yəni, əvvəlcə mənəvi dəyərlərin özünün nə olduğunu bilmək lazımdır. Belə bir suallarla qarşılaşa bilərək insanın mənəvi inkişafında valideyn yoxsa sosial amil daha böyük təsirə malikdir. Mənəvi dəyər bütün uşaqlarda eyni yolla mı formalaşır? Ona görə də Kohlberg bu məsələləri araşdıraraq dünyada məşhur olan nəzəriyyələrdən birini irəli sürmüşdür. Deməli, əziz müəllimlər, Kohlberg mənəvi inkişafı 3 səviyyəyə bölür. Hər 3 səviyyənin də özünün 2 mərhələsi var. Yəni toplamda cəmi 6 mərhələdən ibarətdir. Deməli, mənəvi inkişafın birinci səviyyəsi pre-konvensional səviyyə, ikinci səviyyəsi konvensional səviyyə, üçüncü səviyyəsi post-konvensional səviyyə. Deməli, hər səviyyənin də özünün 2 mərhələsi var. Danışırıq birinci səviyyənin 2 mərhələsindən, pre-konvensional səviyyənin 2 mərhələsi olan itaət və cəzadan, bir də individualizmdən. Deməli, danışırıq birinci səviyyə olan prekonvensional səviyyənin birinci mərhələsi olan itaət və cəzadan. Adında nə var? İtaət, bir də cəza sözü var. İtaət sözünün mənası hamıya məlumdur ki, itaət etmək, yəni boyun əymək. Bir də cəza. Cəza da elə məlum məsələdir. Bu mərhələdə olanlar, bu mərhələdə olan şagirdlər qaydaları dəyişmir və onları şərtsiz qəbul edir. Məsələn, hər birimizin uşaqlığında evimizdə qayda qanunlar var da. Məsələn, analarımız, atalarımız necə qayda qoyurdusa da, heç biz o qaydanı sorğulamırdıq. Olduğu kimi qəbul eləyirdik. Deməli, bu mərhələdə olan şagirdlər, bu mərhələdə olan uşaqlar qaydalara şərtsiz əməl edir. Düşünür ki, mən bu qaydalara əməl etməsəm sonunda cəza alacağam. Cəza almamaq üçün qaydalara əməl edirlər. Məsələn, belə bir nümunə verim. Məktəbdə belə bir qayda qoyulubdur ki, məktəbdə dalaşmaq olmaz qaydası var. Yəni, məktəbdə dalaşsaz, hansısa bir cəza alarsınız. Məktəbin həyətində 2 şagird dalaşır. Döyülən də deyək ki, Əlinin dostudur. Əli yaxınlaşıb dostunu müdafiə etmir, kənardan izləyir. Düşünür ki, mən həmən davaya daxil olsam, sonda məni nə gözləyir? Cəza gözləyir. Deməli, bu mərhələdə olan şagird sadəcə şərtsiz qaydaya əməl edir, onu müzakirə etmir, cəza almaqdan qorxduğu üçün kənardan baxıb izləyir. Bu mərhələdə olan uşaq düşünür ki, məktəbin dediyi söz qanundur. Uşaq cəzadan qorxduğu üçün ona itaət edir. Burada uşaq nəyi düşünür? Sonda cəza varsa yanlış hərəkətdir düşünür. Burada uşaq, bu mərhələdə olan uşaq nəyin doğru, nəyin yanlış olduğunu bilmir. Obyektiv ola bilmir. Qaydalara şərtsiz qəbul edir, olmaza olmaz deyir. Yəni, üstəki məktəbdə dalaşmaq olma situasiyasında şagird dostuna kömək etmir. Onda hələ mənəvi dəyərlər formalaşmayıb, dostunu ayırmır. Bu mərhələdə olan uşaqlar başqalarının təsiri altında olurlar, qaydalara şərtsiz əməl edirlər, qəbul edirlər, itaət edirlər, cəzadan qorxurlar. Deməli, itaət və cəzada əsas nə oldu? Qoyulan qaydalara, standartlara əməl etmək, cəza almamaq. İndi danışırıq birinci səviyyənin ikinci mərhələsindən, individualizm mərhələsindən. İndividualizm sözünün mənası şəxsi maraq deməkdir. Bu mərhələdə olan insan, bu mərhələdə olan şagird ancaq şəxsi marağına görə hadisəni mühakimə eləyir. Məsələn, belə bir nümunə deyim. Bayaq məktəbin həyətində 2 nəfər şagird dalaşırdı. O birinci mərhələdə şagird gedib kömək falan etmir. Çünki düşünür ki, kömək eləsəm mən də dalaşan şagirdlər cərgəsinə qoşulacam və mən də cəza alaram. Ancaq bu mərhələdə olan şagird dostuna gedib kömək eləyir. Niyə kömək edir? Şəxsi marağını düşünür. Sabah da mən kimdənsə dalaşaram, sabah da mən kimdənsə döyüşərəm, o zaman dostum da mənə kömək edər. Deməli, bu mərhələdə olan şagird, bu mərhələdə olan uşaq sadəcə nəyi düşündü? Şəxsi marağını düşündü. Qoy mən ona kömək edim, sabah da o mənə kömək edər. Məsələn, daha başqa bir nümunə deyim. Yoldaşım, dostum məndən borc istəyir, mən ona borcu verirəm.
İstəyərək vermirəm amma. Düşünürəm ki, sabah mənim də pula ehtiyacım olar. Mən də ondan borc istəməyə düşərəm. O da mənə verər. Deməli burada nəyə əsas plana çəkirəm? Şəxsi maraqlarımı. Yəni burada şagird ən çox nəyini düşünür? Öz faydasını, öz çıxarını, özünün şəxsi marağını düşünür. Tutaq ki, qələmim evdə qalıb, yoldaşımın qələmi evdə qalıbdı. Mən yoldaşıma qələm verirəm. Bir gün mənim də qələmim evdə qalar, o da mənə qələm verər. Yəni mən şəxsi marağımdan dolayı ona yaxşılıq eləyirəm. Yəni birinci özümün çıxarlarını düşünürəm, ona görə hərəkət edirəm. Deməli, birinci itaət və cəza mərhələsində şagird heç nə etmirdi. Hər şeyi şərtsiz qəbul eləyirdi. Yəni olmaza olmaz deyirdi. Amma individualizm mərhələsində şagird bir hərəkət edir, amma bu şəxsi marağına görə addım atır. Mənfəətini güdür, öz çıxarını güdür. Mənfəəti varsa edir, mənfəəti yoxsa etmir. Yaxşılığı özünü düşünərək edir, öz çıxarlarını düşünür. Deməli, birinci səviyyənin hər iki mərhələsində itaət və cəzada individualizm mərhələsində olan şagirdlər təkcə özünü düşünür. İndi danışırıq konvensional səviyyənin qəbul olunma, bir də səlahiyyət və sosial nizami qoruma mərhələlərindən. Deməli, bu mərhələdə nə edirik? Bu mərhələdə sadəcə ətraf aləmi düşünürsən, cəmiyyəti düşünürsən. Qəbul olunma səviyyəsində olan şagird başqalarının fikirlərinə əsasən davranır. Cəmiyyətin bu məsələyə necə yanaşmasını nəzərə alaraq davranış sərgiləyir. Deməli, qəbul olunma mərhələsində olanlar, bu şagirdlər başqalarının fikirlərinə əsasən davranır, stereotiplərə uyğunlaşmağa çalışır və hansısa hadisə ilə bağlı mühakimə yürüdərkən sosial gözləntini, sosial tələbi nəzərə alırlar. Yəni, şəxs mühakimə zamanı cəmiyyətin bu məsələyə necə yanaşmasını nəzərə alaraq davranır. Məsələn, məktəbdə 2 nəfər şagird dalaşır, mən gedib o dalaşanları ayırım, cəmiyyətin gözündə, insanların gözündə yaxşı şagird kimi tanınır. Deməli, burada başqalarının fikrini əsas götürür, başqalarının gözündə yaxşı olmağa əsas götürür, ona görə davranır. Deməli, burada şagird üçün ən üstün hesab etdiyi odur ki, hamı mənim haqqımda yaxşı düşünsün. El-aləm haqqımda yaxşı düşünsün. Cəmiyyət mənim haqqımda yaxşı düşünsün. Atdığım addımı başqalarının gözündə yaxşı görünmək üçün atıram. İndi keçək konvensional səviyyənin 4-cü mərhələsi olan, yəni 2-ci mərhələsi olan səlahiyyət və sosial nizamı qoruma mərhələsində. Burada da insan, burada da şagird yenə cəmiyyəti düşünür, ətraf aləmi düşünür. Deməli, səlahiyyət və sosial nizamı qoruma adından da məlumdur. Belə insanlar üçün düzgün davranış, səlahiyyət və qəbul olunmuş qayda qanuna görə sosial nizamı qorumaq əsasdır. Yəni, burada da nə edirik biz? Burada da dövlətin qəbul etdiyi qaydalara şərtsiz əməl eləyirik. Çünki düşünürük ki, dövlət bizim üçün qaydaları qoyubdur ki, nə edək, nə etsin? Nizamı qorusun, bizim yaxşılığımız üçün ediblər. Səlahiyyəti burada şagird dərk edir, sosial nizamı yaradır. Məsələn, bir müəllim sinifdə dalaşan 2 uşağı kənardan baxıb izləmir ki, xeyr, müəllim özünün vəzifəsini düşünür, bilir ki, mənim vəzifəm nədir? Bu 2 şagirdi bir-birindən ayırmaq, sinifdə nizamı qorumaqdır. Deməli, bu mərhələdə biz nə edirik? Burada əsas qayda qanundur, qayda qanunlara şərtsiz əməl edirik. Deməli, səlahiyyət və sosial nizami qoruma mərhələsində olan insanlar üçün düzgün davranış, səlahiyyət və qəbul olunmuş qayda qanunundan yol alaraq sosial nizamı qorumaqdan ibarətdir. Deməli, bir daha deyirəm, şagird burada, insan burada səlahiyyəti dərk edir, sosial nizamı yaradır, qaydaları pozduqda səlahiyyətli şəxslərə müraciət edir. Deməli, əziz müəllimlər, 3-cü və 4-cü mərhələnin xüsusiyyətlərini, yəni qəbul olunma mərhələsini, bir də səlahiyyət və sosial nizamı qoruma mərhələsinin xüsusiyyətlərini ümumiləşdirsək, deyirik ki, burada şəxs mühakimə edərkən nə isə öz mövqeyindən deyil, cəmiyyətin mövqeyindən çıxış edir. İndi danışırıq sonuncu səviyyə olan post-konvensional səviyyənin son 2 mərhələsindən. Deməli, bu mərhələdə, bu səviyyədə olan insanlar həm özünü düşünür, həm də cəmiyyəti düşünür. Deməli, əziz müəllimlər, sosial müqavilə, sosial razılıq mərhələsində olan şagirdlər, şəxslər hadisəyə nizam-intizam çərçivəsindən baxmaq yerinə sosial ədalətlilik prinsipi ilə yanaşır. Onların fikrincə bu mərhələdə olan şəxslər qaydaları nə edir? Mühakimə edə bilir. Sosial ədalətlilik prinsipi ilə yanaşır qaydalara. Qaydalar deyir ki, cəmiyyət tərəfindən razılaşdırılmalıdır.
Burada da qayda, qanun alidir. Nizam-intizam təmin edilən qaydalar cəmiyyət üçün vacibdir. Lakin deyir ki, bu qaydalar cəmiyyət tərəfindən, cəmiyyət üzvləri tərəfindən razılaşdırılmalıdır. Deyək ki, belə bir qayda var ki, bütün şagirdlər məktəbdə səhər idmanında iştirak eləməlidir. Aynur adlı şagirdin evi məktəbdən çox-çox uzaqdır. O uşağın da imkanı çatmır ki, taksi tutsun, nə bilim, hər hansı bir maşın tutsun, məktəbə vaxtında, yəni səhər idmanında iştirak eləsin. Burada nə düşünür şagird? Artıq burada şagird nə edir? Başlayır mühakimə eləməyə. Yəni bu qayda ona uyğundurmu? Bu uşaq bu qaydaya nəyə görə əməl eləmir deyə nə edir? Başlayır o qaydanı sorğulamağa. Yenə də məktəbdə dava məsələsindən yanaşaraq bir nümunə çəkim yenə. Kənarda, deməli, məktəbdə döyüşən şagirdləri kənardan görən, izləyən şagird bilir ki, qaydanı pozan, dalaşan şagirdlər cəzalanacaq. Digər tərəfdən də fikirləşir ki, bu şagird, yəni şiddətə məruz qalan şagird buna layiqdir. Çünki özü keçən dəfə də başqalarını döyürdü. Bu mərhələdə artıq davanı izləyən şagird qaydaları mühakimə etməyə başlayır. Qaydaların ədalətli olub olmadığını düşünür və mühakimə edir. Sosial müqavilə, sosial razılığa aid bir nümunə də çəkim. Məsələn, müəllimlərin işə qəbulu imtahanında səhv düzü aparır. Biz düşünürük ki, bu ədalətsizlikdir. Səhv düzü aparmadan ballar hesaplansın. Qaydalara başqaları da narazılıq edir. Burada deməli bu nədir? Sosial razılıqdır. Qaydalar mühakimə olunur. Qaydalar ədalətli və yaxud ədalətsizdir deyə düşünürüksə, bu nədir? Bu sosial müqavilədir. Deməli, sosial müqavilədə, sosial razılıqda qaydalar cəmiyyət tərəfindən razılaşdırılmalıdır. İndi danışaq postkonvensional səviyyənin universal etik prinsiplər mərhələsindən. Kolbergə görə bu mərhələ mənəvi inkişafın ən ali həddidir. Deməli, bu mərhələdə olan insan mənəvi inkişafın ən üst səviyyəsindədir. Yəni, hər insan bu səviyyəyə gəlib çata bilmir. Bu mərhələdə həm vicdan var, həm ədalət var. Deməli, sən hər şeyə həm ədalətli baxmalısan, həm də vicdan çərçivəsindən baxmalısan. Yenə də məktəbdə dava olan söhbəti bu mərhələdə izah edək. Deyək ki, direktor məktəbdə dalaşan şagirdləri çağırır otağına bu mərhələdə artıq. Onlarla maarifləndirici söhbətlər aparır, onlara doğru yol, düzgün yol göstərir. Deməli, universal etik prinsiplər mərhələsində olan şəxslər üçün insanların davranışı məntiqə və ədalətə əsaslanan etik normalardan çıxış edərək vicdanlı və ədalətli seçimlərdən ibarət olmalıdır. Eyni zamanda bu mərhələdə olan insanlar bəzi addımları qaydalara zidd olsa belə ədalətli hesab edə bilirlər. Deməli, əziz müəllimlər, biz danışdıq mənəvi inkişafın səviyyələrindən və mərhələlərindən. İndi məktəbdə mənəvi inkişafı təmin etmək üçün nə eləmək lazımdır? Şagirdlərdə mənəvi dəyərləri aşılamaq üçün bu sahədə onların inkişafını təmin eləmək üçün bəzi metodları tətbiq eləmək olar. Məsələn, tutaq ki, iş üsullarından simulyasiya və rollu oyunlar verə bilərək, müzakirə xəritəsi, insident üzərində iş, debat, Sokrat dialoqundan, akvariumdan istifadə edərək biz şagirdlərdə mənəvi dəyərləri inkişaf elətdirə bilərik. Deməli, əziz müəllimlər, bu üsullarda müxtəlif fənlərdən təlim nəticəsi əsasında işi təşkil edərkən tərbiyə edici, mənəvi dəyərləri inkişaf etdirən mövzuların seçilməsi, fəaliyyət boyu şagirdlərin bu sahədə inkişafını təmin etmək üçün müəllimlər tərəfindən bir yol göstərilməsi çox vacibdir. Verilən strategiyalarda müxtəlif etik dilemmalar haqqında fikir mübadiləsi aparmaq səmərəlidir. Dilemma hər hansı bir situasiyada iki və ya daha çox seçim arasında qalmaq deməkdir. Deməli, dəyərli həmkarlarım, sinifdə şagirdlər arasında müəyyən bir konflikt baş verdikdə biz müəllimlər şagirdlərə yönəltici suallar verməliyik və onları baş verən hadisəni dərindən refleksi etməsinə, problemin daha yaxşı anlamasına şərait yaratmalıyıq. Bu da öz növbəsində mənəvi dəyərlərin inkişafına kömək edəcəkdir. Mənəvi dəyərləri inkişaf elətdirmək üçün real təcrübədən də istifadə edə bilərik. Deməli, bura şagirdləri müxtəlif sosial işlərə cəlb etmək daxildir. Yəni, real təcrübəyə şagirdləri müxtəlif sosial işlərə cəlb etmək daxildir. Məsələn, kimsəsiz uşaqlarla görüşdürə bilərik, fiziki qüsurlu şəxslərə kömək elətdirə bilərik, təbiəti qorumaq layihəsi daxilində ekoloji iməcliklər keçirərik və bu kimi işlərlə şagirdlərdə mənəvi dəyərləri formalaşdırmaq üçün kifayət qədər bilik və təcrübənin toplamasını təmin edə bilərik. Əziz müəllimlər, bugün danışdıq biz
Kolbergin mənəvi inkişaf nəzəriyyəsindən. Ümid eləyirəm ki, dərsi anladınız. Hamı üçün faydalı oldu inşallah. Bir sonraki dərsdə görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.